16.483 ədədini təkliklər, 16.483 ədədini təkliklər, onda birlər və yüzdə birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda alınan ədədlərdən ən böyüyünü tapın. Yuvarlaqlaşdırma zamanı yuvarlaqlaşdırdığımız mərtəbəyə qədərki rəqəmləri 0, 1, 2, 3, 4 olduqda mərtəbə heç bir yəni bir vahid artmır. Olduğu kimi yazırıq. Bu olacaq 16. 16 tam 1000-də 483 və onda birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda yüzdə birlər də 8 olduğu üçün onda birlər mərtəbəsi bir vahid artır. 16 tam onda 5 alınır. 16 tam 1000-də 483-ü yüzdə birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 16 tam %48 alınır. Burada ən böyük ədədimiz 16 tam onda 5 olar. Müqayisə zamanı 5-dən sonra məsələn 1 0 yazsanız 16 tam %48, 16 tam %50 və burada da 2 dənə 0 qoysaq əgər büyüklərini rahat müqayisə etmək üçün 16 tam onda 5-in daha böyük ədəd olduğunu görərsiniz.